Yeni mövzumuz olacaq müəllimlər. Planlaşdırma. Planlaşdırmanın iki növü var. İllik planlaşdırma və gündəlik planlaşdırma. Bu hər iki planlaşdırmada biz geriyə planlamadan istifadə edirik. Geriyə planlama nədir? Nəticədən də planlama deyirlər, geriyə planlama da deyirlər. Burada necə olur? Bax, təlim nəticəsi, qiymətləndirmə və öyrənmə fəaliyyəti. Bu belə gedir. Niyə belə gedir? Bax, belə deyim də müəllimlər. Bu planlaşdırma illik olsun, gündəlik olsun, bizə nə üçün lazımdır? Əlimizdə konkret biz planlaşdırma nəticəsində öyrənirik ki, daha doğrusu məlumatlı oluruq ki, yekunda məsələn 45 dəqiqənin sonu olsun, ilin sonu üçün şagirdlər hansı bilik bacarığa sahib olacaq, bunu əvvəlcədən müəyyənləşdirmiş oluruq. Bax, bu təlim nəticəsidir. Bu əvvəlcədən müəyyənləşdirmək təlim nəticəsidir. Sonra qiymətləndirmə isə biz qiymətləndirmə vasitəsilə şagirdin bu nəticəyə çatıb-çatmadığını öyrənmiş oluruq. Qiymətləndirməklə görək hansı səviyyədədir, şagird hansı dərəcədədir. Bundan şagirdin səviyyəsini ölçürük qiymətləndirməklə. Sonra gəlir öyrənmə fəaliyyəti. Biz müəllimlər təlim nəticəsinə çatmaqdan ötrü müəyyən üsullardan, formalardan, strategiyalardan istifadə edirik. Bax, bu bizim öyrənmə fəaliyyətimizi təşkil edir. Bu da bizim nəyimizi təşkil edir? Öyrənmə fəaliyyətimiz təşkil edir. Gələk indi gündəlik planlama. Gündəlik planlama müəllimlər, cari planlamadır. Yəni gündəlik olaraq bir 45 dəqiqə olar, yazılır. Dərsin sonu üçün yazılır. Baxın ha müəllimlər. Dərsin sonu yazır, 45 dəqiqənin sonu üçün yazılır. Bunlar hər biri gündəlik planlamaya aid xüsusiyyətlərdir. Gündəlik planlama müəllimə nə üçün lazımdır müəllimlər? Müəllimə bələdçi rolunda, yol xəritəsi kimi istiqamət verir. Bir növ bilirsiniz necə? Bu gündəlik planlama ilə müəllim əlində olanda daha ürəkli olur. Bax, ayda mən hazırlıq keçirik də hələ. Mən hazırlığa girməmişdən qabaq planımı qururam. Planımı yazıram ki, məsələn, dərsimin gedişatı necə olacaq? Əvvəlcədən məsələn qururam ki, səhvlərə baxırıq, sual-cavab eləyirik, testləri işləyəcəyik, sonra yeni mövzunun izahı olacaq. Mən planımı qururam əvvəlcədən. Hələ də ki, dərs prosesində. Əgər müəllim planını qurmasa, bax elə bir situasiya yaranar ki, dərsinizə gələr məsələn rəhbərlik oturar. Bir də görürsüz bizdə o bəxt varsa təhsil naziri gəldiniz otur dərsimizdə. Bu zaman məsələn əlinizdə gündəlik plan yoxdursa, hələ məsələn kənardakı məsələn rəhbərliyin sizi qınamağı bir yana, özünüz çaşacaqsınız ki, həyəcanlanacaqsınız ki, ayda mən hardan başlamalıydım? Mən nə dərs keçməli idim? Stres keçirirsiniz. Amma planınız əlinizdə olsa, kim gəlir gəlsin. Rahat olacaqsınız. Çünki bilirsiniz ki, mən harda başlayacağam, nə keçəcəm, nə öyrədəcəm, mövzum nə olacaq, şagird hansı birini əldə eləyəcək. Bunların hamısını siz artıq əvvəlcədən planlaşdırıb sorursunuz. Ona görə deyirik ki, müəllimin stresini azaldır. Müəllimin yol göstərir, istiqamət verir, bələdçidir gündəlik planlama. Sonra bir də məsələn, burada gündəlik planlamada, burada dedik də, həm nəticədən, geriyə planlamadan istifadə olunur. Təlim nəticəsidir, qiymətləndirmə, bir də ki, təlim fəaliyyəti. Buradakı qiymətləndirmə formativ qiymətləndirmədir. Gündəlik qiymətləndirmədə biz formativ qiymətləndirmədən istifadə edirik. Və bir də nə deyəcəkdim? Bir də ki, müəllimin B planı olmalıdır. Bax, ola bilər ki, müəllim slidşo hazırlayıb şagirdlər üçün. Elektron lövhədə slidşo hazırlayıb və elə olar ki, məsələn, işıqlar gedər, nəsə problem yaranar, başqa bir problem yarana bilər. Müəllim bu vəziyyətdən çıxmaqdan ötrü başqa bir üsuldan, strategiyadan istifadə eləməlidir ki, şagirdlər qarşısında pərt olmasın. Desin ki, o şagirdlər indi alınmadı, qoyun qalsın dərsimiz sabaha. Yox, müəllim istər-istəməz şagirdlər qarşısında nüfuzunu aşağı salır. Ona görə deyirik ki, bizə bu gündəlik planlama hər tərəfli lazımdır. Sonra gündəlik planlamada nələr öz əksini tapır müəllimlər? Nələr olur? Bir, reallaşması nəzərdə tutulan alt standart yazılır gündəlik planımızda. Yəni gündəlik olaraq biz planımızda qeyd edirik müəllim olaraq. Sonra dərsin mövzusunu yazırıq. Mövzumuz nə olacaq? Hansı mövzunu keçəcəyik? Dərsin məqsədi, yəni dərsin təlim nəticəsi. Dərsin sonunda şagird hansı bilik bacarığı öyrənəcək. Bu məqsədə, yəni gündəlik planda biz qeyd edirik. Sonra qiymətləndirim metod və vasitələri həmçinin də qeyd edirik. Bir də ki,
öyrənmə fəaliyyətini. Yəni hansı iş üsulundan istifadə edəcəm mən bu dərsdə, hansı iş formasından istifadə edəcəm, hansı strategiyadan istifadə edəcəm. Bunun hər birini mən gündəlik planda qeyd eləməliyəm. Bu da bizim oldu gündəlik planlama. Bəs müəllimlər, bu dərsin təlim nəticəsi nədir? Dərsin təlim nəticəsi ilə bağlı bəzi nüanslar var. Bunlara xüsusi diqqət yetirməliyik. Dərsin təlim nəticəsi müəllimlər. Dərsin təlim nəticəsi müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Şagirdin fəaliyyətinə yönəlməlidir. Yəni müəllim fikirləşməməlidir ki, mən nə keçəcəm? Müəllim fikirləşməlidir ki, şagirdlər bu dərsdə nə öyrənəcək? Hansı bilik bacarığa sahib olacaq? Təlim nəticəsi şagirdə yönəlik olmalıdır, müəllimə yönəlik yox. Bu bilməliyik, bu bir. Sonra təlim nəticəsində fe'llər var müəllimlər. Biz dinamik fe'llərdən istifadə edirik. Statik fe'llərdən yox. Dinamiklərdən istifadə edirik, statik fe'llərdən istifadə etmirik. Dinamik nədir, statik nədir? Dinamik müəllimlər ölçülə biləndir. Bu Bloom'un idrak taksonoması var ya müəllimlər, anlama, xatırlama, anlama, tətbiq, təhlil, dəyərləndirmə, yaratma. Bax onların fe'lləri var ha. Bax onların fe'lləri təlim nəticəsidir kimi biz götürürük. Onların fe'llərindən istifadə edirik təlim nəticəsində. Çünki onlar dinamikdir, ölçülə biləndir. Biz ondan ölçə bilirik, şagirdə qiymət qoya bilirik o fe'llərlə ifadə olunan sözləri. Amma statik fe'llər ölçülə bilən deyil. Ölçülə bilən deyil. Biz məsələn dəqiq ölçə bilmirik şagirdin biliyini statik fe'llərlə. Bax məsələn bilir var, bacarır və tanıyır var. Məsələn mən deyirəm ki, şagird mövzunu bilir. Şagird mövzuda nəyi bilir? Mən dəqiq ölçə bilmirəm bax onu. Ona görə deyirik ki, məsələn, həmin fe'lləri göndərəcəm sizə. Bilirdi, bacarır, tanıyır, görür, eşidir. Bunlar statik fe'llərdir. Bunlarla bitən sözlər təlim nəticəsi ola bilməz. Və bir də, məsələn, yazdırır, oxudur. Baxın, müəllimə aid də müəllim elətdirir bu işləri. Bunlar da təlim nəticəsi ola bilməz. Bunları da qeyd edirik, bunları da yadda saxlayırıq. Sonra növbəti keçirik təlim nəticələrinin hazırlanması zamanı SMART abreviaturasına. Deməli müəllimlər, SMART abreviaturasından istifadə olunur təlim nəticəsinin hazırlanmasında. Bu baş hərflərdir. SMART, ingilis dilində S-M-A-R-T-nin baş hərfləridir. S yəni deyir ki, təlim nəticəsi spesifik olmalıdır. Ümumiyyətcə müəllimlər, bu planlama, illik gündəlik planlama həm miqə düşür, həm sertifikasiyaya düşür, həm bizdə müsahibədə zamanında sual verə bilərlər bundan, ona görə diqqətli olaq. Hə, qoy bir dənə buna keçməmiş bir dənə də nüansı qeyd edeyim müəllimlər. Olar ki, sizə sual verərlər ki, illik planlamada sonradan dəyişiklik etmək olarmı? Bu sualı versələr, deyirsiniz ki, diaqnostik qiymətləndirmədən sonra eləmək olar. Ancaq diaqnostik qiymətləndirmədən sonra. Bu zaman eləmək olar. Bunu nəzərdə saxlayaq, diqqətimizə saxlayaq. Hə, keçək indi SMART abreviaturasına. Burada, S nəyi bildirir? İngilis sözləridir, müəllimlər. S spesifik, yəni təlim nəticəsi spesifik olmalıdır. Son dəqiq, aydın olmalıdır. Spesifik, dəqiq, aydın hansına aiddir? S-ə aiddir, spesifikə aiddir S. Sonra measurable, M. SMART-ın M-sı, M measurable, yəni ölçülə bilən olmalıdır. Dedim axı bəyək, dinamik fe'llərlə ifadə olunmalıdır. Bu dinamik fe'llər hansı fe'llər oldu? Bunlar Bloom'un idrak taksonomasındakı fe'llər oldu. Xatırlamağın barədə sadalamaq, məsələn, yaxud da anlamaq, ümumiləşdirmək, qruplaşdırmaq, tətbiq etməni də, məsələn, təhlildə, sonra dəyərləndirmək, yaratmaqda hansı fe'llər var idisə, bax onlar təlim nəticəsində istifadə olunur. Onlar dinamik fe'llər hesab olunur. Sonra achievable əldə oluna bilən olmalıdır. Yəni şagirdlərin yaş səviyyəsinə uyğun olmalıdır. Biz təlim nəticəsini hazırlayanda müəllimlər, yəni çətin olmalı, təlim nəticəsinin çox çətin olması, onun yaxşı keyfiyyətli olması demək deyil. Şagirdlər üçün əlçatan ola bilər. Yəni səviyyəsindən bir addım yuxarı çətinlik səviyyəsi olsun ki, şagird onu beyin işlətsin də onu təlim nəticəsində. Ona görə deyək, təlim nəticəsi şagirdlər üçün əlçatan olmalıdır. Həmçinin də nə asan, nə də çətin olmalıdır. Sonra real imkanlar nəzərə alınmalıdır. Məsələn, mövcud resurslardır, öyrənmə mühitidir, məktəbin resurslarıdır, öyrənmə mühitidir. Bunlar, yəni bu real imkanlar nəzərə alınmalıdır. Məsəl üçün, siz tutaq ki, yazmısınız ki, kimya müəllimsiniz, laboratoriyada bu işləri gördü, amma sizin laboratoriyanız yoxdur.
real imkanlar, məktəbin şəraiti, bunlar resurslar nəzərə alınmalıdır. Ona uyğun da siz məsələn, planlamanızı qeyd eləməlisiniz. Sonra time. Time vaxt deməkdir. Müəyyən vaxt müddətində nəzərə alınmalıdır. Bu təlim nəticəsini həyata keçirəndə biz müəyyən vaxt çərçivəsini, müəyyən vaxt müddətini də nəzərə almalıyıq. Bu da oldu bizim SMART abreviaturumuz. Və müəllimlər, təlim nəticəsi ilə bağlı tez-tez edilən səhvlər var. Bunlar nədir? Bunlar hər biri həmçinin müsahibə sualıdır, diqqətli olaq. Bir dərs üçün həddən artıq sayda təlim nəticəsini yazmaq. Bu yanlışdır. Bir dərs üçün maksimum 2-3 təlim nəticəsi kifayət edir müəllimlər. 2-3 sizə sual versələr müsahibədə ki, bir dərs üçün nə qədər təlim nəticəsi kifayət eləyər? Deyirik ki, 2 və yaxud da 3 təlim nəticəsi kifayət eləyər. Həddən artıq əslində dərsin keyfiyyətini aşağı salır. Çox təlim nəticəsini çıxartmaq. Sonra təlim nəticəsinin şagirdə bildirilməməsi. Bu da yanlışdır. Biz təlim nəticəsini əvvəlcədən şagirdə bildirməliyik. Məsələn, şagirdlər dərsin sonunda siz məsələn sifət düzəldən şəkilçiləri haqqında artıq məlumatlı olacaqsınız. Şagirdlər dərsin sonunda hansı bilik bacarığa sahib olacaq? Əvvəlcədən müəllim onu məlumatlandırmalıdır. Bu müəllimin vəzifəsi, şagirdin hüququdur. Sonra təlim nəticəsinin çox mürəkkəb olması, mürəkkəb şəkildə yazılması yanlışdır. Çox mürəkkəb olması bu təlim nəticəsini keyfiyyətli eləmir. Bu da yanlış nüanslardan biridir. Bu qədər müəllimlər.